konfet niyə ümumiyyətlə olmalıdır ki? Konfet yemək məqsədiniz nədir? Bəh, 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 qəşəng dadır. Mən bəh, 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 bəh xətrinə qidalanmaya qarşı bir insanım. Mən qidalanmadan zövq almağa, bəh, bəh almağa qarşı insanım. Mən qidalanmanın sırf enerji qəbulu ilə və bədənin lazımi makro-mikronutriyentlərlə bərpa materialları ilə təmin edilməsinə. Bax, elə bir qidalanma olmalıdır. Bəh-bəh xətrinə konfeti ona görə yeyirsiniz. Başqa heç bir şey yoxdur. Onun içərisində saf enerji var, heç bir halda zülal da yoxdur, heç bir halda sağlam yağlar da yoxdur və orqanizminizə heç bir saf enerji verməkdən başqa heç bir işə yaramır. Ona görə də niyə? Konfet neçə, hansına, niyə? Niyə konfet yemək istəyirsən? Denən mənə. Səbəb denən. Səbəb denən, amma keçərli bir səbəb olsun. Elə bir səbəb olsun ki, mən deyim ki, ye. İstəyirəm başqa, istəyirəmdən başqa heç nə deyə bilməzsən sən. İstəyirəm. Amma təəssüf ki, özümüzə qələt edirsən deyə bilmirik deyə bugündəyik. Bəzən çox rahat şəkildə güzgüyə baxıb istəyirəmdən sonra qələt edirsən demək lazımdır. Ondan sonra hər şey yaxşı olur. Psixoloji olaraq özünü idarə eləməlisən.